Başa düşmək ya da incimə, uşaqlar sənə niyə ana demir, Zeyd deyəcək, onlar da desin. Əslində qızlar, Əsnad mən xəstəxanada olanda Şəhriyarə deyib ki, Zeyd dayı gəlir, Zeyd ofişa ana deyəcək, mən də utanmadan rahat ana deyə bilərəm. O söz mənə çox pis təsir elədi, həddindən artıq. Ki, uşağın sırf başqalarının qınağına görə, sırf başqalarının sözünə görə o ana sözündən məhrum qalması, mən demirəm, mən onun doğma anasıyam, mən kiminsə yerinə keçməyə çalışıram və s. yox. 9 yaşında bir uşağın, tembole 6 yaşından bu yana anasızlıqdan əziyyət çəkir. O sözdən məhrum qalmağı, o sözün həsrətini çəkməyə çox pis bir şeydir. Və birini o sözə layiq görə biləcək dərəcədə sevməsi, ondan o sevgini görməsi çox sevindirici bir hal olmalıdır. Lağ olunacaq, qıcıq olunacaq bir şey olmamalıdır əslində. O uşaq qınaqdan, o uşaq lağdan, o uşaq biri bəlkə mən qıraqdan pis baxar şeyinə görə, düşüncəsinə görə ana sözünü deməyə çəkinir. Bundan neçənci dəfə şahid oluram mən də Şəhriyarda. Amma ki, inşallah düşünürəm ki, necə deyim, bu problemi aşar və içindən gələndə o sözü deyər. Nəyə görə? Həqiqətən istəmirəm Əsnadın o sözə yad böyüməyini, o sözə həsrət böyüməyini. Rabiə misal üçün böyükdür, ona təsir elədiyi qədər, Əsnada təsir elədiyi qədər bilirəm ki, Rabiəyə təsir eləməyəcək ana sözünü işlətməmək. Amma Əsnad körpədir, nə qədər 9 yaş olsa, özünüz də görürsünüz, balaca bir şeydir, yəni istəmirəm. Uşaq məhrum qalsın o sözdən. O nə vaxt ana deməyə hazır olsa, nə vaxt istəsə, mən ona həmişə canla, başla hazıram, yəni qarşılığını verməyə. Digərləri böyük qızlardır. Onlar daha çox məni padruşka kimi, bacı kimi görürlər. Özlərinə tay kimi görürlər. Misal üçün paltar